Beyni yiyən bir canlı var, amma bu düşündüyünüz kimi, yəni həyat yoldaşınız deyil. Təmiz bildiyimiz sudan keçən və beyinə yayılan bir hüceyrədən ibarət olan bir canlıdır. Bu bir bakteriya da deyil və beyinə yayılan bu canlı beyin toxumasına çatdığı zaman sürətli bir şəkildə beyni yeməyə başlayır. Bəli, bu qorxu filmi deyil. Necə yoluxur insan, qorunmaq üçün nə etmək lazımdır, bunları sizə izah etməyə çalışacağam. İsti havalarda, xüsusilə durğun sularda temperaturu 25-45 dərəcə arası olduqda bu canlı üçün münbit şərait olur və həmin sularda əgər biz içdiyimiz zaman deyil, yəni ağızdan daxil olduğunda deyil, məhz burundan daxil olduqda bu infeksiya burunun selikli qışasından nüfuz edə bilir və qoxu siniri, yəni olfaktor sinirlə sürətli bir şəkildə beyinə yayılmağa başlayır və temperatur yüksəlməsi, baş ağrısı, bulantı, qusmaya gətirib çıxarır və əksər hallarda da qeyd etdiyim növü əgər amebanın varsa, hansı ki olduqca ölümcül nəticələrə gətirib çıxara bilir və insanın həyatını xilas etmək mümkün olmur. Bəs nə etmək lazımdır, necə qorunmaq lazımdır? Şübhəli hovuzlarda, durğun sularda, termal sular, hovuzlar, çaylar, göllər daxildir bura. Çalışın, burnunuzu suya salmayasınız. Əgər üzmək məcburiyyətindəsinizsə, o zaman klipsdən istifadə edəsiniz, yəni burundan su təmas etməsin. Bu videomu paylaşın və daha çox insan məlumatlansın, həyatı xilas olunsun.